Uşaqlar, bugün keçirik Gəncə xanlığını, Bakı xanlığını, Lənkəran xanlığını, bir də cəmatlıq, sultanlıq və məliklikləri. Yəni, çox görünməyinə baxmayın, kiçik-kiçik xanlıqlardır, o birilər də rahat, ümumiyyətlə, rahat mövzudur. Gəncə xanlığı, ümumiyyətlə, Gəncə xanlığı Nadirin ölümündən sonra yaranan xanlıqlardan biri idi. Yerləşmə itibarilə Gəncə xanlığı yerləşirdi, Murovdağdan Kürçayına qədər olan ərazilərdə. Gəncə ən qədim dövrdən hansı dövlətin paytaxtı olmuşdur? Şəddadi dövlətinin. Gəncə xanlığını yaratmışdı Şahverdi xan Ziyadoğlu. Qacar tayfasından Ziyadoğlu nəslindən olan Şahverdi xan Ziyadoğlu yaratmışdı. Şahverdi xan Ziyadoğlu'na aiddir ki, 1752-ci ildə Osmanlıya elçi göndərmişdi, Osmanlı ilə diplomatik əlaqələr qurmuşdu. Osmanlı ilə digər elçi məktub göndərən diplomatik əlaqələr quran kim idi? Şəkxan Hacı Çələbi, Şəkxan Məhəmməd Həsən xan, belə. Bunlar əlaqələr qurmuşdular. Gəncə xanlığına aid bizim əsas bilməli olduğumuz 1780-ci ildə Qarabağ xan İbrahim Xəlil xan və Gürcü çarı 2-ci İraqli birlikdə hücum edirlər Gəncəyə və Gəncədə iki hakimiyyətlik yaranır. Gəncəni idarə edir həm Qarabağ xanının təyin elədiyi, həm də Gürcü çarının təyin elədiyi iki dənə rəhbər, hökmdar xan belə desə. Və bu iki hakimiyyətlilik davam etmişdi 1783-cü ildə kimi, iki hakimiyyətlilik. Digər iki hakimiyyətliyin olduğu xanlıq hansı idi? Şamaxı xanlığı. 83-cü ildə əhali üsyan qaldırır bu iki hakimiyyətliyə görə, çünki bura təyin edilənlər əhali soyub talayırdı, buna görə üsyan qaldırır və iki hakimiyyətlik sona çatır. 86-cı ildə isə Cavad xan gəlir hakimiyyətə, tam 1804-cü ilə qədər, 18 il Cavad xan olmuşdu hakimiyyətə. Cavad xan 1795-1797-ci ildə Qacarın yürüşləri zamanı ondan asılılığı qəbul etmişdi. 1796-cı ildə Rusiyaya tabi olmuşdu və s. məsələlər var. Nəhayət, 1804-cü ildə Rusiya Cənubi Qafqazı işğal edən zaman Gəncə xanlığında işğal edir, Cavad xan və oğlanları qəhrəmanlıqla həlak olur. Gəncə xanlığı işğal edilib, yerində komendant idarə üsulu yaradılmışdı. Gəncənin adı Yelizabet Polad çevrilmişdi, dəyişilmişdi və sayı bunları keçəcəyik. Digər xanlığımız Bakı xanlığıdır. Bakı xanlığının ərazisi yerləşmə itibarilə Abşeron yarımadasını əhatə edir. Bakını yaratmışdı 1-ci Mirzə Məhəmməd xan. Özü 47-67-ci illərdə hakimiyyətli olmuşdur. Bakı üçün əsas həmişə kimi xarakterik olan nələrdir? Deyirik ki, nefti var idi, duz var idi, zəfəran var idi və s. Mirzə Məhəmməd də xanlığı möhkəmləndirmək üçün çalışırdı. Sonra gəlir Məlik Məhəmməd. Məlik Məhəmmədin dövründə, bu niyə 60? Bu 68. Yox, səbəbən deyəsin. Məlik Məhəmmədin dövründə xanlıq hansı digər xanlıqdan asılı düşmüşdü? Bakı. Nigah diplomatiyası ilə. Qubadan. Qubadan asılı düşür Məlik Məhəmmədin dövründə. Belə ki, Quba xan Fətəli xan öz bacısı Xədicə Bikənini verir Məlik Məhəmmədə ələ, beləliklə Bakını özündən asılı salır. Yəni, Məlik Məhəmmədin dövrü Qubadan asılılıq dövrüdür. Sonra gəlmişdi 2-ci Mirzə Məhəmməd xan. 2-ci Mirzə Məhəmməd xan Fətəlinin ölümündən sonra, Qubalı Fətəlinin ölümündən sonra Bakı xanlığını asılılıqdan çıxardır və xanlığı möhkəmləndirməyə çalışırdı. Hüseynqulu xan sonuncu Bakı xanıdır. 1792-ci ildən 1806-cı ilə qədər xanlığı idarə etmişdir. Hüseynqulu xan Qacara tabi olan xanlardan biri idi və Ağa Məhəmməd Qacarın asılılığı qəbul etmişdir, lakin keçəcəyik. Sonra Hüseynqulu xanı Qacar həbs etdirir, lakin elə Qacar özü ölür deyə o da asılılıqdan çıxır və gəlir yenə Bakını qəbul edir. 1806-cı ildə Bakı xanlığı Rusiyadan asılı düşür. Birinci, 1806-cı ildə General Sisiyanovun rəhbərliyi ilə Rus qoşunu gəlir Bakı qalasının qarşısına. Hüseynqulu xanın əmisi oğlu İbrahim xan tərəfindən qalanın qarşısında Sisiyanov öldürülür. Bundan sonra Ruslar əlavə qüvvələr hesabına Bakını 1806-cı ildə işğal edirlər və yerində nə yaradılır? Yenə də komendant idarə üsulu yaradılır. Digər xanlığımız Lənkəran xanlığıdır. Lənkəran xanlığının fərqli cəhəti odur ki, Səfəvi nəslinə mənsub olan
bir şəxs idarə edirdi. Cəmaləddin Mirzə bəy idarə edirdi Lənkəranı və hətta Səfəvi dövründə Lənkəranda daxili müstəqillik də var idi, belə deyirik. Cəmaləddin Mirzə bəy özünü Qaraxan adlandırırdı. Bilirsiniz ki, ümumiyyətlə, hökümdarların bəziləri özlərini Qaraxan adlandırmışlar. Bunun səbəbi o idi ki, Qara demək, böyük demək, güclü deməkdir. Ona görə də Qaraxan adlandırmışdı. Lənkəran xanlığı 1785-ci ildə zəif olduğu üçün Qubadan asılılığı qəbul etmişdi. 1786-1813-cü illərdə Mir Mustafa xan idarə edir Lənkəran xanlığını və Lənkəran xanlığı Qacanın 1795-ci il yürüşü zamanı Mir Mustafa xan neyini? Əhalini adaya aparır, Sarı adasına aparır və orada müdafiə mövqeyi tutur. Lakin sonra 1797-ci ildə tabi olmuşdur. 1802-ci ildə Georgiyevsk müqaviləsi imzalayır Rusiya. Sonra 1802-ci ildə Quba və Lənkəran xanlıqları bir sıra Dağıstan hakimləri Rusiyada Georgiyevsk müqaviləsini imzalamışlar. Bu müqavilənin şərtləri o idi ki, bu xanlıqlar Rusiyanın himayəsinə keçirildi, Xəzər dənizində ticarət gəmisini inkişaf etdirilməli idi və s. məsələlər var idi. Nəhayət, mühasirədən sonra 1813-cü ildə Ruslar tərəfindən işğal edilmişdi. Lənkəran xanlığı beləliklə Rusiyanın tərkibinə keçmişdi. Ancaq xanlığın ləğvi 1813 deyil, 1826-dır. 1826-da ləğvi olmuşdur. 1826-ya kimi formal da olsa qalmışdır xanlığın müstəqilliyi, daxil müstəqilliyi. Bu xanlıqlarımız, yəni Bakı, Lənkəran kiçik mövzular da çox asan. Nadirin ölümündən sonra yarananlar var idi ki, digər kiçik ərazilər, cəmaatlıqlar, sultanlıqlar və Qarabağdakı məlikliklər. Uşaqlar, cəmaatlıq daha kiçik ərazini əhatə edən, müxtəlif kəndlərin birləşməsi olan ərazi vahidi idi o dövr üçün. 18-ci əsrin ortalarında deyilik yaranmışdı və Car Balakən cəmaatlığı idi. Azərbaycan şimal-qərbini əhatə edirdi, Şəki xanlığı tərəfdə də belə desək əhatə edirdi və elə Şəkidən də asılı olmuşdu Car Balakən cəmaatlığı. Car Balakən cəmaatlıqdan sonra keçəcəyik. Məsələn, andlı öhdəlik var, daxili müstəqilliyin ləğvi var, Car Balakənin 1830-cu il üsyanı var və s. onları keçəcəyik. Car Balakən cəmaatlığı Car, Cənik, Tala, Muxaq, Katef və Balakən kəndlərindən ibarət 6 kənddən ibarət bir siyasi birlik idi. Bu kəndləri idarə edirdi Kəndxuda adlı şəxs və bu kəndlərin ümumilikdə Car Balakən cəmaatlığının idarə forması Ali Şurası, belə deyək, Ağsaqqallar Şurası var idi və eyni zamanda toplanırdı, bütün kişi cinsindən olanlar toplanırdı. Burada əsas məsələlər, məsələn, müharibə, sülh, vergilər və s. məsələləri müzakirə edirlər şurada və ümumi qərar qəbul edilir. Və dediyim kimi, Şəkidən asılı halda olmuşdur. 1803-cü ildə aprelin 12-sində and öhdəlik qəbul etdirilmişdir Rusiya tərəfindən. 30-cu ildə də daxili müstəqillik ləğv edilmişdir. Onu keçəcəyik növbət dərslərdə. Sultanlıqlar maraqlıdır. Sultanlıqlardan məsələn sual düşmüşdür. 2023 ildə müəllimlər işə qəbulunda nə sual düşmüşdür, onu deyəcəm sizə. Bu sultanlıqlardan 3 dənəsi Nadirin ölümündən sonra yaranmışdır. Amma 3 dənəsi daha əvvəldən Səfəvilər dövründə mövcud idi. İllisu, Borçalı, Ərəş. Bu üçü hələ İllisu 16-cı əsrdə, Borçalı və Ərəş isə 17-ci əsrdə yaranmış sultanlıqlar idi. Yəni Səfəvi dövründə yaranmışdır. Digərləri isə Qaza Şəmşədi, Borçalı sultanlıqları isə sonralar yaranmışdır. Bunların hamısı üçün ortaq cəhət o idi ki, sultan idarə edirdi. Yəni, onları idarə edən şəxs xanlıqda necə xan idi. Burada da sultan idarə edirdi. Borçalı ilə Şəmşədi üçün ortaq cəhət deyə bilərik ki, Qarabağ bəylərbəyliyinin ərazisində olmuşdur. İndi ayrı-ayrılıqda baxaq. İllisu sultanlığı Səfəvi dövründə 16-cı əsrdə yaranmışdır. İllisu Azərbaycan şimal-qərbində yerləşirdi. Və ancaq İllisu sultanlığı idi ki, Şəkidən asılı olmamışdır. Digər hamısını Şəki xanlığı özündən asılı vəziyyətə salmışdır. Borçalı da Səfəvi dövründə 17-ci əsrdə yaranmışdır. Bundan başqa, Borçalı yenə də Şəkidən asılı düşmüşdür. Amma
sultanlıq kimi yaranmazdan əvvəl Şala, Qazax, Şəmşədi, Borçalı bu üçünü Nadir kimin himayəsinə vermişdi? Gürcüstanın himayəsinə vermişdi. Nadirin ölümündən sonra isə Borçalı uğrunda daha çox kim mübarizə aparır? Hansı xanlar mübarizə aparır? Azərbaycanda Şəki, Gəncə, Qarabağ bunlar Qazax, Şəmşədi, Borçalını belə desək, ələ keçirmək uğrunda mübarizə aparırdı. Ərəş Sultanlığı, bu da Səfəvi dövründə yaranmışdı. Sonuncu sultanı Şəhabəttin Sultan idi və Ərəş üçün bir də deyirik ki, 1795-ci ildə mahal kimi Şəkinin tərkibinə qatılmışdı. 1795-ci ildə. Qazax, Şəmşədi, Borçalı üçün, Şəmşədlər üçün Qarabağın tərkibində idi. Qazax və Borçalı üçün də dediyim kimi Nadir vermişdi onu Gürcüstanın ixtiyarına. Sonra bu ərazidə Şəki xan Hacı Çələbi mübarizə aparırdı, hansı ki tutmuşdu da özünü asılı vəziyyətə salmışdı Qazax, Borçalı, Şəmşədli. Sonraki dövrdə Qarabağda mübarizə aparırdı tutmaq uğrunda. Belə və bu ərazilər elə bu formada Şəkinin tərkibinə qatılmışdı. Son olaraq yenə də deyim, İllisudan başqa hər biri Şəki xanlığının tərkibinə qatılmışdı. Yaxşı. İmtahana nə düşmüşdü məndən şəqəbuna? Sual belə idi ki, Səfəvi dövründə yaranan sultanlıqlar hansılar? İBə, İlisi, Borçalı, Ərəş. Bu üçü Səfəvi dövründə yaranmışdır. Məlikliklər Qarabağda yerləşdirdi. Məlikliklər üçün nə deyirik? Erməni məliklikləri idi. Qarabağda separatçılıq yəni ki, dövlətə qarşı gəlmək, pozuculuq fəaliyyəti yürüdürdülər. Məlikliklər üçün ortaq cəhd odur ki, həm Pənahəli xan dövründə, həm də İbrahim Xəlil xan dövründə Qarabağ xanlığından asılı olmuşdur. Ardıcılıqda belə Vərəndə, Xaçın, Dizaq, Siləbür, Talış. Xaçın üçün ayrıca bir döyüş var idi. Pənahəli xan dövründə Xaçın yox, sən dedin, Ballıqaya döyüşü. Digərləri də müxtəlif döyüşlərdə Qarabağ xanlığından asılı vəziyyətə salınmışdı. Məlikliklər Xəmsə məlikliyi, yəni Xəmsə bilirsizdə beşliyi deməkdir, ədəbiyyatdan da bilirsiniz. Bu məlikliklər nə edirdilər? Qarabağa kimsə hücum edəndə ona kömək edirdilər. Ancaq istəyirdilər ki, Qarabağ xanlığı zəifləsin və onlar burada güclənsinlər, Qarabağ mahallarını ələ keçirsinlər. Bunların gəlmə yeri var, kim haradan gəlir? Məsələn, Dizaq məliyi gəlmişdi Lorudan, Talış məliyi tutaq ki, gəlmişdi Şirvandan, Siləbür məliyi var Mağalizdən. Burada bir dənə sil yerli idi, o da yox, Vərəndə Lorudan idi, bir dənə Xaçın yerli idi. Digərləri müxtəlif ərazilərdən gəlmiş məlikliklər idilər.